Bu kişiyə 100 dəfə demişəm ki, değiş bu televizor, değişmə. Öz bildiyin eli, döyə işlədir bunu. Vur sındır gül kimi televizor. Gül kimi? Ata boks quruşasını dönüb bu. Sənə deyirəm değişək bunu, işləmir. İşləyəndə də qəribə şeylər göstərir. Dünən Michael Jackson qoymuşam, ana muğam oxuyurdu Michael Jackson. Geç qırağa mən birim nə yiyəcəm. Alt tut bayırında. Neyinin bunu? Onu... Get deyən pəncərə qırağında. Estağfurullah. Hə, deyən orada. Qaldır onu antena kimi biraz yuxarı. Hələ. Ay sağ ol. Ayağımın birini də qaldır. Ata sən nə istəyirsən? Qaldır da. Əla, tərpənmə. Al bu kağızı yazılandan oxu. Salam, hər vaxtınız xeyir. Mən Məhəmməd, dünyada baş vermiş hadisələrdən sizi xəbərdar edəcəm. Son məlumata görə Afrikada Uqanda qəbiləsinə deputat seçkilərinə start verilib. Ata, bu nədir? Mən düyməni basanda xəbərləri deyiş. A, sən nə dəhşət adamsan. Televizor zalan mən sənin üçün. Mən bilirəm nə yiyəcəm, deyəm. Bu nə televizordur? Bu Samsung'un yeni Neo QLED televizoru. QLED? O nədir ki? Yəni Quantum Dot LED. Bu televizor glare free texnologiyası ilə ətraf mühitin işıqlarının əks olunmasını azaldır. Həm də gözlərin uzun müddət istifadədə yorulmasının qarşısını alır. Bundan əlavə aşağı keyfiyyətli görüntünü təkmilləşdirərək 4K keyfiyyətinə yaxınlaşdırır. Elə bil ki, qutlar vadisinə baxanda Polad Alemdar yanında dayanıb. Mən Memati'ni xoşlayıram. Olsun Memati'də nə fərqi var? Hə, necədir, bəyəndin? Yaxşıdır, hə. Prosta da YouTube'a girib xarab eləmə bunu. Bu da televizorlardan deyil. Ümumiyyətlə televizor YouTube'a girəndə xarab olmur.